Ulayev, ASTV Xəbər. Azərbaycanın unikal tarixi, mədəniyyəti və təbiəti turistlərin diqqətini cəlb edir və hər il ölkəmizə səfər eləyən əcnəbilərin sayı da artır. Yüksələn dinamikanı davam etdirmək məqsədlə yeniliklər tətbiq olunur. Növbəti reportajımız turizmin daha da inkişafı üçün bölgələrdə həyata keçirilən layihələr barədədir. İşğaldan azad edilən ərazilər cəmi 5 ildə yeni simada, daha müasir, abad və görkəmli şəkildə qonaqlarını qarşılayır. Şuşa, Laçın, Kəlbəcər və digər turizm cənnətlərinə səfər edənlərin sayı ilbəil artır. Bu da ölkədə turizmin inkişafına mühüm töhfə verir. Statistik rəqəmlərə gəldikdə 2025-ci ilin ilk rübü, yəni 9 ay ərzində Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və mədəniyyət müəssisələrinə ümumilikdə 706 min turist gəlmişdir, ziyarət etmişdir. Bu turistlər statistikası 706 min sırf bilet alaraq ziyarət edənlərin sayından söhbət gedir. Turistlərin 547 mini xaricilərdir, yəni ümumi say 77%, yəni ümumi turistlərin 77%-ni xaricilər təşkil edirlər. Ümumi turist artımını biz keçən ildən, yəni 2024-cü illə müqayisə etsək, cari ilin ilk 9 ayında 25%lik turist artımının biz şahid olduq. Turizm sahəsində həyata keçirilən layihələr işğaldan azad edilən ərazilərlə məhdudlaşmır. Ölkə miqyasında yeni marşrutlar, komplekslər və qoruqlar yaradılır. Ötən il istifadəyə verilən palçıq vulkanları turizm kompleksi də onlardan biridir. Qrifon tipli bu vulkanlar hər 3 dəqiqədən bir aktivlik göstərir. Bu da turistlərin xüsusi marağına səbəb olur. Kompleksə daha çox turistin cəlb edilməsi üçün yeniliklər tətbiq edilib. Palçıq vulkanları turizm kompleksi yeni turizm məhsullarından, yeni turizm destinasiyalarından biridir. Eyni zamanda bildiyiniz kimi ötən il açılışı baş tutmuşdur və statistik məlumatlar onu göstərir ki, gələn turistlərin sayı hər ay artan şkala ilə davam edir. İlk 9 aya biz baxdıqda ümumi turist sayı təqribən 44 min nəfər olmuşdur. Bunun 90%-i, yəni təqribən 38 mini xaricilərdən ibarət olmuşdur. İtaliyadan gəlmişik. Bura barədə eşidəndə gəlib görmək istədik. Çünki maraqlı təbiət hadisəsidir. Ətrafda onlarla vulkan müşahidə edirik. Bir çox ölkədə olmuşam. Amma Azərbaycanda olduğu qədər palçıq vulkanını bir arada görməmişəm. Vulkana bir baxın, aktivdir və tez-tez hərəkətli müşahidə edilir. İnanılmazdır. Hətta dünyanın ən böyük palçıq vulkanı da bu ərazidə yerləşir. Bizə dedilər ki, həmin vulkan Ginnesin rekordlar kitabına düşür. Regionlarda da turizmin inkişafı istiqamətində işlər sürətlə davam edir. Şəkidə Yuxarıbaş və Kiş tarix memarlıq qoruqları ərazisində bərpa işləri yekunlaşmaq üzrədir. Lahıc qoruğunda parkinq zonası yaradılır. Baskal Dövlət Tarix Mədəniyyət qoruğunda tikinti bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər görülür. Sabir Bilalov, Qəhrəman Məmmədov, ASTV Xəbər. Bakıya uçuş incəsənət həftə sonu. Gələcəyimizi indi duy layihəsi çərçivəsində daha bir maraqlı təqdimat keçirilib. Püstə Canlı İrs adlı performans